düzgün qidadan başlayır. Uzun ömürlülük üçün pəhriz və kalori azaldılması, meymun təcrübələri. Primatlarda kalorini azaltmaq ömrü uzada bilərmi? Bunu öyrənməyin yalnız bir yolu var. Kalori azaldılması ilə bağlı ilk araşdırmalardan biri 117 rhesus meymununun təxminən 25 il izlənməsi idi. Az qida alan meymunlar orta hesabla 32 il yaşadı, digərləri isə 25 il. Amma bu araşdırma təsadüfi seçimlə aparılmadığı üçün nəticə qəti sayılmır. Daha sonra iki böyük araşdırma aparıldı. Biri Wisconsin Universitetində, digəri ABŞ Milli Yaşlanma İnstitutunda. Wisconsin araşdırması kalorini 30% azaltmağın xəstəlikləri gecikdirdiyini və ömrü uzatdığını göstərdi. Amma digər araşdırmada bu təsir görünmədi. Wisconsin araşdırmasında az yeyən meymunlarda xərçəng, ürək xəstəlikləri və əzələ itkisi daha az idi. Digər araşdırmada isə bu fərqlər statistik olaraq əhəmiyyətli olmadı. Bu fərqin səbəbi nə idi? Milli Yaşlanma İnstitutunda nəzarət qrupundakı meymunlar istədikləri qədər yemirdilər. Onların çəkisi normal saxlanırdı. Wisconsin araşdırmasında isə nəzarət qrupu istədiyi qədər yeyirdi və kükəlirdi. Yəni kalorini azaltmaq kök meymunlara fayda verirdi, amma normal çəkidə olanlara əlavə üstünlük gətirmirdi. Üstəlik, Milli Yaşlanma İnstitutundakı meymunlar daha sağlam qida yeyirdi. Wisconsin araşdırmasında verilən qida əsasən şəkər, yağ və işlənmiş maddələrdən ibarət idi. Digər araşdırmada isə qarğıdalı, soya və buğda kimi təbii bitki qidaları vardı. Şəkər fərqi çox böyük idi. Birində qidanın 29% şəkər idi, digərində cəmi 4%. Nəticə göstərir ki, qida nə qədər pisdirsə, ondan az yemək bir o qədər vacibdir. Başqa bir araşdırmada kiçik primatlarda kalorini azaltmaq ömrü 50% uzatdı. Amma onlar yenə də təbiətdə yaşayanlardan daha kök idilər. Ümumi nəticə belədir. Əgər artıq çəkiniz varsa və ya zərərli qidalarla qidalanırsınızsa, az yemək sağlamlıq üçün faydalıdır.